vermişdim. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi bu məlumatı yayıb. Deməli, dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği fondunun təşkilatçılığı ilə Naxçıvanda Zəngəzur yolu tarixin izi ilə mövzusunda konferans işini yekunlaşdırıb. Dini komitə bu məlumatı yayıb, öz rəsmi Facebook səhifəsində bu məlumatı yayıb. Bu əlbəttə ki, dünən də belə bir informasiya yayıldı. Azərbaycandan din xadimləri, ruhanilər, təbii ki, bu hansı ruhanilərdən söhbət edir? Hakimiyyətin deməli əlaltısı olanları, hakimiyyətin muaviyyə mollaları da belə deyək. Bunlar eyni zamanda Gürcüstandan dindarlar, ilahiyyatçılar və Türkiyədən də İğdır və Qars şəhərlərindən olan ki, bunların birlikdə toplantısı Naxçıvanda keçirilir. Mən buna qarşı hər hansı bir etirazım yoxdur və burada tədbirin yekununda çıxış edən dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bu cür tədbirlərin mənəvi və dini həmrəyliyini daha da güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bu cümləni niyə oxuyuram? Mənim əsasən bu cümləni, bu mövzunu, bu xəbəri şərh etmək və bu xəbər haqqında danışmaqdan məqsədim odur ki, əzizlər, siz gördünüz tədbirin adı nədir? Tədbirin adı Zəngəzur yolu tarixin izi ilə. Zəngəzur yolu ilə indi gəlin Ramil Məmmədov mənəvi və dini həmrəyliyi haqqında, yəni vida çıxışında, tədbirin bağlanış çıxışında bu mövzuya toxunur, mənəvi və dini həmrəylik mövzusuna. Bu mövzuya toxunub, sonra səsləndirilən fikirlərin ortaq məqsədə qardaşlıq və həmrəyliyin gücləndirilməsinə töhfə verdiyini qeyd edib, din xadimləri arasında əməkdaşlığın dini təhsil və maarifçilik fəaliyyətinin əhəmiyyətinə toxunaraq vəhdət namazı və birgə duaların bu qardaşlığın mənəvi təzahürü olduğunu bildirib. Əzizlər, baxın, məsələ burada bu vəhdət namazı, dində belə bir vəhdət namazı nədir ki, vəhdət namazı? Vəhdət namazı adlı bu bidətdir. Mən bunun bu dini tərəflərini, şəri tərəflərini danışmıram. Bir cümlə ilə vəhdət namazı bu bir şoudur. Bunu qoyuruq qırağa. İkinci tərəfdir, Ramil Məmmədovun səsləndirdiyi vida çıxışında səsləndirdiyi fikirləri də normal protokol qayda olaraq normal qiymətləndirmək olar və eyni zamanda bunlar bir əzbərçilikdir də. Ümumiyyətlə, dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rayonlarda görünüşləri keçirilir, toplantıları olur. Xüsusən deməli, mən daha doğrusu hər gün medianı izlədiyimə görə və bu temada mənim üçün çox önəmlidir. Buna da çox vaxt ayırıram və görürəm ki, həqiqətən Azərbaycanda nazir və komitə sədrlərindən ən çox elə bu dini qurumlarla iş üzrə Dövlət Komitəsidir ki, rayonlara gedir. Burada da məqsəd əslində xalqa daha çox xidmət edir kimi anlamına gəlməməlidir bu. Çünki bu din mövzusu Azərbaycanda xüsusən son illər bir nömrəli mövzuya çevrilib hakimiyyət tərəfindən. Hakimiyyət bu mövzunu xüsusi olaraq diqqət mərkəzində saxlayır və bu mövzuda kifayət qədər öz düşüncələrini, deməli öz fikirlərini bu mövzu vasitəsilə Azərbaycan cəmiyyətində yeridib. Dini komitə əslində dövlətin siyasətini, daha doğrusu dini dövlətin siyasətinə uyğunlaşdırmalıdır. Cümləni bir də təkrar edirəm. Dini komitənin əsas vəzifəsi dini, Allahın göndərdiyi dini Heydər Əliyevin və İlham Əliyevin siyasi xəttinə uyğunlaşdırmaqdır. Siyasi xətti dinə uyğunlaşdırmağı demirəm, yanlış anlamayın. Dini bunlar uyğunlaşdırırlar. İlham Əliyev bir siyasi xətt qoyur, indi o özü qoyur, xaricdən kimlərsə qoyur, bu da ayrı bir mövzudur. Və dini komitədə gəlir dinin qaydalarını, dinin Allahın göndərdikləri
həmin o İlham Əliyevin qoyduğu siyasi kursa uyğunlaşdırır. Əzizlər, burada gördüyünüz kimi tədbirin adı Zəngəzur yolu, tarixin izi ilə. İndi siz özünüz bir dənə nəticə çıxardın. Yaxşı, bu dindarlar, bu mollalar Türkiyədən dəvət olunub, Gürcüstandan, Azərbaycandan. Bunlar niyə görə yığılıb Zəngəzur yolunu müzakirə eləmədilər? Bilirsiniz də Zəngəzur yolu demək olar ki 20-ci ildən sonra gündəmə gələn bir prosesdir. Keçən illərdə biz demək olar ki bu layihə ilə bağlı hər həftədə bir neçə dəfə bu layihəni, bu Zəngəzur yolu ilə bağlı müəyyən danışıqlar aparırdıq, danışırdıq. Sonra 8 avqust Vaşinqton görüşü, deməli İlham Əliyevlə Paşinyanın 8 avqust görüşü, o sülh Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması mövzusunu deyirəm. Orada da bu Zəngəzur yolunun Trump yolu, TRIP adının verilməsi filan. Yəni bunları ona görə deyirəm ki, təzədən mən bu Zəngəzur yolunun mahiyyəti və s. kimi mövzulardan danışmırıq. Əslində burada bu prosesin, bu Zəngəzur yolunun bir siyasi proses olduğunu demək istəyirəm ki, əzizlər, artıq görürük ki, Zəngəzur yolu bir siyasi prosesdir və eyni zamanda onu da xüsusi vurğulamalıyıq ki, Zəngəzur yolu ilə bağlı İslam İnqilabının, İran İslam Respublikasının mövqeyi də açıqdır. Hətta bəzi cühud politoloqlar, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan dilli cühud politoloqlar bu mövzudan bağlı İranın üstünə getməsi, İranı təhqir etməsi və s. Mən İranı da düzdür, o qədər də qabartmıram, amma qabartmaya da bilmirəm. Çünki bu ruhanilərin, xüsusən dindarların, deməli, yadınızda da 22-ci ildə mollaları yığdılar bir yerə və bunu birbaşa DTK elədi, Dövlət Təhlükəsizlik Xidməti elədi, mollaları yığdılar bir yerə və İslam İnqilabına qarşı bir imza toplama kampaniyası apardılar və orada hətta tanınmış ruhanilərin də bəziləri o imza atdı ora. Onlar deməli həmən mətndə təqribən mətin belə idi ki, onlar İslam İnqilabının, İran İslam Respublikasının deməli Azərbaycana düşmən mövqeyini dayandırılması ilə bağlı bir bəyanat verirlər və açıq şəkildə İslam İnqilabının Azərbaycandan düşmən olduğunu demək olar ki, aşağı yuxarı elan elədilər. Bu adamlar da oraya imza atdılar və İslam İnqilabına bu mollaların vasitəsilə Azərbaycan hökuməti barmaq silkələdi. Sonraki mərhələlərdə məlumdur da, ondan dərhal, həmən prosesdən dərhal sonra Vəhabilərin Azərbaycanda güclənməsi, şeyxin hətta mavinlərindən birinin Vəhabi gətirilməsi, biz o vaxtda bu istiqamətdə müəyyən təhlillər aparmışdıq. Sonra dindarların kütləvi həbsi, 23-cü ildən başladı həbslər, narkotiklə filan kütləvi həbslər başladı və bu nə zaman başladı? Bu proses o zaman başladı ki, mollaları yığdılar, ruhaniləri yığdılar, onlara imza attırdılar ki, İran bizim düşmənimizdir. Yəni o imzalanmış sənətin mahiyyəti oydu. İran bizim düşmənimizdir. İndi də gəlirlər bunlar, məsələni biraz daha qloballaşdırırlar. Təkcə bunu Azərbaycanda da eləyə bilərdilər. Sırf Azərbaycanlı ruhanilərin iştirakı ilə də bunu eləyə bilərdilər. Axı, sən əgər mollasansa, sən əgər dini bir titul daşıyırsansa, sənin siyasətə qarışmağa heç bir haqqın yoxdur. Sən niyə görə qoyun kimi başı salıb aşağı, hökumətin göstərişi ilə gedirsən, Zəngəzur yolu haqqında tarixin izi ilə və s. belə bir toplantıda sən iştirak edirsən və deyə bilmirsən ki, axı, mənim adım qoy din, Quran, namaz, oruc, yəni bu şeylərdə necə ki, bu mövzulardan cəmaatın başını alladırsınız. Sizin Zəngəzur yolu ilə bağlı sizin nə işiniz var? Deyə bilmirsiniz, orada iştirak edən, indi şəkillərə də baxın, görün. Hətta bəzən böyük iddiası olan ruhanilər də var orada. Mən də bir adlar çəkmirəm, istəmirəm
o adamların adını ağzıma gətirim. Ona görə ümumi formada deyirəm ki, siz axı hər hansı bir seçkidə namizəd kimi qatılmağa sizin haqqınız yoxdur. Bu rejim sizin o haqqınızı əlinizdən alıb. Sizi ancaq ən yaxşı halda sizi özünə mirzə eləyə bilər. Sizi özünə nökər eləyə bilər. Sizin dünyavızı və axirətinizi əlindən ala bilər. Ondan başqa heç nə eləyə bilməz axı. Siz indi niyə görə belə bir məsələdə Zəngəzur yolu ilə bağlı bir toplantı qurur hökumət? Siz də gedib o toplantıda indi bu ictimaiyyətə verilən informasiya bu tam fərqlidir. Mən tam əminliklə deyirəm ki, o toplantının hələ iyisi sonra çıxacaq. Dediyim kimi, məsələni biraz da qloballaşdırırlar. Əvvəl Azərbaycan içində elədilər 22-ci ildə, sonra nələr baş verdi. İndi artıq onu Gürcüstanla Türkiyəni də əlavə eləyirlər ora. Görürük, biz Türkiyədən də məlumatımız var, Gürcüstandan da məlumatımız var. Gürcüstandan və Türkiyədən hansı mollalar ki, onlar elə saray mollalardılar, onlar bir tikə yala deməli hər şeylərini satanlardılar. Elə orada da indi biz aşağı yuxarı tanıyırıq da ruhaniləri Türkiyə, Gürcüstan, Azərbaycan bu çevrədə, bu ölkələrdə kimin hansı tanınmış ruhanilərdən kimin hansı xəttə olduğunu da bilirik aşağı yuxarı. Və görürük ki, kimlər ki, fərqi yoxdur Türkiyədə olsun, fərqi yoxdur Gürcüstanda olsun, fərqi yoxdur Azərbaycanda olsun, zalim rejimlərin yalına hürənlər, lap elə açıq textlə deyirəm mən, zalim rejimlərin yalına hürənlər bu gün gəlib Naxçıvanda oturub Zəngəzur yolunu müzakirə edirlər. Siz kimsiz? Sizə kimə səlahiyyət verib? Zaten sizə din Allah böyük səlahiyyətlər verib və siz o səlahiyyətləri buraxmışsınız. Siz bütün Allahın, dinin sizə verdiyi səlahiyyətləri hamısının üstündən bir dənə qırmızı xətt çəkmişsiniz. Getmişsiniz İlhamın, ondan sonra Epstein koalisiyasının əməkdaşları, elə Erdoğan da onun əməkdaşıdır. Ondan sonra Gürcüstanın o yadımdan çıxdı baş naziri, hökumətin rəhbəri, onlar da onun əməkdaşıdır. İlham Əliyev də onun əməkdaşıdır. Siz gedmişsiniz Epstein koalisiyası ilə əməkdaşlıq eləyirsiniz, gəlib Zəngəzur yolunun müzakirə eləyirsiniz. Bu Allaha nə cavab verəcəksiniz? Mən bir ay bundan əvvəl Epstein koalisiyasının deməli Azərbaycan üzvləri haqqında bir dənə siyahı hazırlamışdım. Ona görə Azərbaycandan, başqa yerlərdən mən nə qədər insan, hətta hörmət elədiyim şəxslər mənə əlaqə saxladılar və bəzi orada adlarını çəkdiyim bəzi ruhani kimi görsənən iblislərin orada Epstein koalisiyasının adlarının olmasına mənə etiraz bildirdilər. Dedilər ki, bu filandır, bəsməş. Qardaşlar, baxın, həmən adlarını çəkdiyim adamlar bugün bəziləri görsən ki, bugünləri bax buradadılar. Bunlar iblisin balalarıdırlar. Bunlar iblisdirlər. Bunlar gəlib orada İlham Əliyevin, Erdoğanın diksəsi ilə ki, hansı ki, bunlar birbaşa Epstein koalisiyasının üzvləridirlər, Trump'ın ayağının altın öpməyə hazırdılar bunlar. Bunlar Trump'ın lav dodaqlarını öpmək üçün nə istəsən verərlər. Amma dindar adında olanlar gəlirlər, çıxırlar orada ki, biz Zəngəzur yolu haqqında danışacaq. Sən kimsən Zəngəzur yolu haqqında danışırsan? Sən utanmırsan, sən deyə bilmirsən səni öyle dəvət eləyəndə. Axı Zəngəzur yolundan mənim nə əlaqəm? Mən niyə Zəngəzur yoluna gəlməliyəm? Mən niyə Zəngəzur yolunu müdafiə eləməliyəm? Mən niyə Zəngəzur yolu haqqında danışmalıyam? Gör siz nə qədər fərqi yoxdur. Mən həm Azərbaycanlı ruhaniləri nəzərdə tuturam, orada iştirak edənləri, həm Türkiyədəki ruhaniləri nəzərdə tuturam, həm də Gürcüstandan gələn ruhaniləri nəzərdə tuturam.